Coşqun, dron sahəsi nə qədər geniş ola bilər? Çox. Yəni nə qədər şaxəli ola bilər? Çox. Yəni məsələn, Məsələn, yəni bura aiddir, məsələn deyirəm, ən əsası bugünkü zamanəmizin belə deyim, başlanğıcı, yeni zamanənin başlanğıcı olaraq bura aiddir süni intellekt, ən vacibi. Yəni bugünkü gündə xaricdə, indi təbii ki, Azərbaycanda yeni başlayır, amma bugünkü gündə xaricdə olan bir çox böyük şirkətlər süni intellektdən, yəni drondan alınan hər bir məlumatı işləyə bilirlər. Yəni bu həm faydalıdır, həm sürətlidir, həm də məsələn deyirəm, 200 işçinin görə biləcəyi, bir ayda görə biləcəyi bir işi bir dronla, bir süni intellektlə bir həftədə görmək. Yəni bu yanda bugünkü günü xaricdə mümkündür. Xaricdə bunu eləyirlər, sınanıb bir çox ölkə tərəfindən. Yəni, bu da bir fakt. bu süni intellektin bu peşəyə, bu sahəyə inteqrasiyası proqram tərəfdə hansı çətinliklər yarada bilər? Çünki bu daim işlənməlidir də, burada daim güncəllənmə olmalıdır. Bu AI yeni girir də, bu sektora belə deyəlim ki, tam bax belə böyük maştabda yeni daxil olacaqdır. Bu daxil olan vaxtda bunun proqram tərəfləri var idi. Çünki bunun GIS tərəfi də var idi əsas. GIS-də məlum olan bəlli bir proqramlar var idi. Görən indi o proqramlar bunun AI tərəfini dəstəkləyəcəkdirmi? Hansı formatda işlənəcək? Proseslər necə olacaq? Bu barədə bir fikrin varmı? Yəni bu günlərin dron sahəsində işlənən dron şəkilləri üçün, fotoqrammetriya üçün, lidar üçün bu sahədə olan proqramların bəzilərinin tərkibində süni intellekt var. Yəni bu drona gələnlərdən, bu drona gələn AI-lar da deyək ki, sonradan güncəlləmələrlə bunun proqram tərəfinin uzlaşmağı var, burada xətalar var. Təbii ki də onlar hamısını nəzərə alınır. Məsələn, yeni gələcək o yenilənmələrdə drona belə deyim, adaptasiya elədikləri süni intellekt əvvəlcədən proqrama yazılan süni intellekt. Yəni bunlar, məsələn deyirəm, adi bir şey, bizim gündəlik işlətdiyimiz P1 kamera. O bir P1 kameranın çəkdiyi ayrı foto şəkillər. Necə mən bugünkü günü 12 ayrı proqram varsa, 13 ayrı proqram varsa, 13 ayrı proqram tarazlaşdırma qismini rahat şəkildə eləyə bilirsə, onun nə olduğunu bilirsə, yəni bu təkcə koordinat üstündə deyil, bu təkcə RGB dediyimiz o red, green, blue rəngləndirməsinin üstündə gedən bir sistemdir. Bunu əgər o 10-12 proqram tanıya bilirsə, yəni bu da çox sadə bir şeydir. Bunu avtomatik olaraq şəkilləri necə tanıyırsa, dronun da beyninə yazılan o sistemlə öz proqramları avtomatik olaraq tanıyır. Yəni təbii ki də burada işin fərqliyindən asılıdır. Burada işlər fərqli. Burada işlər çoxdur. Belə deyim. Mənə görə dron çəkilişi, bizim sahəmiz, GIS sahəsi sənin fikirlərindən yaranır. Yəni sən dron sahəsi ilə biz təbii ki video çəkiliş eləmirik, şəkil çəkiliş eləmirik. GIS sahəsində sən nəyi fikirləşsən, onu eləyə bilərsən. Limitsizdir. Bildim. Burada biz indiyənə qədər görürdükdə müəyyən ara proqramlar var idi ki, başlanğıc üçün biz onlardan istifadə edirdik. Ki indi də ayrılmaz bir parça oldular. Məsələn, Eizasoft kimi. Eizasoftun süni intellekt tərəfi. Çünki gələn yeniliklər o qədər böyük maştablı yeniliklərdir ki, dediyim kimi. Hansı proqramlar görən onu dəstəkləmək imkanında olacaqdır. Ki biz bu köhnə sistemə görə yaranmışdı bu proqram. İkisi bir-birinə rahat şəkildə uzlaşırdı. Amma artıq biri inkişaf edir. Proqram tərəfinin inkişafından, yəni mən xəbərlərdə mən görə bilmirəm. Ki, yəni sırf məsələn deyək ki, Eizasoftda bu AI-dən inteqrasiyasını planlayırlarmı? Görürəm, yəni olsa bu necə baş verəcəkdir? Yəni köhnələrə bənzər bir şey olacaqdır. Yəni düzdür, başa düşürəm ki, bu barədə fikir bildirmək ya erkəndirmi, ya güclü təxəyyülmü lazımdır? Məncə biz baxmalıyıq ki,
AI-da gələn şeylər nədir? Süni zəka nələr dəstəkləyəcək dronda? Yəni bizi köhnədən belə deyək də, bu necə o vaxt UZS proqramıyla yerdə displeylərdən uçulurdu. Çünki bəlli bir koordinat ala bilmirdik şəkillərdə. Sonradan dron tərəfini inkişaf elətdirdilər. Dedilər ki, bəs artıq RTK-lı uçuşlar olacaqdı və biz bunu yaradırıq. Topoqrafiya, yəni ölçmələri çox rahatlaşdı ondan. Həm prosesing mərhələsi də rahatlaşdı. Proqramı gətirdilər, o səviyyəyə çatdırdılar. Yəni bir güc balı ilə o proqramlar gəldi, o səviyyəyə çatdı. Başlanğıcda problemlər var idi mi? Var idi. Amma gətirdilər, çatdırdılar. Bundan sonra nə baş verə bilər ki, yəni AI necə güclü bir inkişaf edə bilər ki, proqram təminatında biraz zəiflik yaşansın. Yəni əsas mərhələ budur. Mən subyektiv fikrimdir ki, bu nə baş verəcəkdir burada? Sırf əsas proqram tərəfində. Yəni DC hansı çətinlikləri gözləyə bilər? Belə deyim. Yəni mənim yaşadığım bir şey deyim. Biz bu işlərdə təbii ki də məsələn bir layihə varsa, o layihəni görmək üçün bizə lazımdır ən rahat variantla deyək ki 5 proqram. O 5 proqramı təbii ki heç kim almır, eyni anda almır. Ən vacib hansısa seçim alınır, o biri alınır içindən. Geri qalanları çox böyük ehtimalla krek olur. Gördüyüm bir şey olub ki, Digiterra'da 2023-cü ildə yeni gəldi. Bir ay falan sonra görmüşdüm, mən onu da yükləmişdim. Digiterra'nın DJI Modify deyə bir proqram gəldi. O nə edirdi? Məsələn, Digiterra'da biz emala qoyduğumuz proseslərdə bizim kameramızda, lidarımızda suyu götürmür. Yəni bu normaldır. Və yaxud da mən obyekt şəkillərindən nöqtə buldu yaradırımsa, yəni burada su düşmürdü. Bunu həlli üçün nə etdilər? DJI Modify deyə bir proqram yaratdılar. İlk başlarda 60 günlük, hətta pulsuz belə verdilər. Hər sınavı eləyə bilərdim. Bir il keçdi. Bir ildən az müddət keçmişdi. Digiterra'nın özünə, öz daxilinə Modify əlavə elədilər. Yəni bunu heç hiss eləmədik. Sadəcə bir yenilənmək. Çox rahat şəkildə alt qismi. Yəni işlədənlər bilir. DJI Modify gəldi. O DJI Modify-da seçim verirdi sənə ki, seçsən, ondan istifadə eləmək olur. O da necə idi? Məsələn, mən emal eləmişəm, emalda o qismi bağlı saxlamışamsa, emal elədiyim o datanı DJI Modify proqramında işlədə bilmirdim. Yəni, o bölümü açmalıydım. İndi nə ediblər? İndi çox rahat şəkildə avtomatik DJI Modify ilə Digiterra'nı birləşdiriblər. Yəni, heç o bölüm belə yoxdur. Proqramın daxilindən DJI Modify keçid edib, emaldan sonra, emal bitəndən sonra proqramın daxilindən DJI Modify keçid edib, avtomatik olaraq yükləyib, yəni bu da bir data analoguna görə bir vaxt aparır, yükləyib çox rahat şəkildə işləyə bilir. Yəni, mənim deməyim odur ki, biz 2018-dəki UCS proqramından əziyyət çəkdiyimiz vaxtlardan, yəni belə deyim, təkmilləşmişik. Çox təkmilləşmiş. Yəni, insanoğlu həqiqətən də bu sistemdən əlavə, ümumi sistemlərdə də, amma ən çox bu sistemdə çox təkmilləşdi. Adi, yəni birinci dediyimiz kimi, dronun özünə süni intellekt gətirmək, yəni bu böyük bir uğurdur. Ki, bugünkü gün indi hələ ki işlətməmişəm, Azərbaycanda mövcud deyil o versiya. Amma çox böyük ehtimalla bizim ərazidə görəcəyimiz çətinliklərin hamısını bizə rahatlaşdıracaq. Yəni, bizə nə lazımdır ərazidə? Bəzi kiçik nöqsanlar var. O kiçik nöqsanları, bu dronları, bu kameraları, yəni bu işi görən şirkətlər bizim düşüncəmizlə sənin ayrı fikrin var, bu barədə iş gedən vaxtı, mənim ayrı fikrim var, bizim kimi minlərlə adam var. Yəni bu işlərdə görürlər və bu da həm vaxt aparan bir işdir, həm ağır bir işdir. Bu şəxslər durub çox ağırlı bir variant işlətmə açılır. Bu şəxslər durub hamıdan 100 nəfərdən, 500 nəfərdən bir soruşmayıblar ki, sənin ərazidə gördüyün problemlər nədir? Bir dəfəlik olaraq süni intellekti gətiriblər drona. Mən ərazidə işləyəndə mənim problemim nədirsə, çox böyük ehtimalla o süni intellekt onu anında həll edəcək. Yəni sonra da çox böyük ehtimalla yenə deyim, DJI Modify, Digiterra necə gəldisə, birləşdirsə bugünkü günü, o da eyni şəkildə. Bizim hiss eləməyəcəyimiz şəkildə rahat şəkildə birləşəcək. Burada fikirləşəndə, yəni belə qənaətə gəlirəm ki, burada
marketinqin çox çirkin üzü də var burada. Sanki bir asıllıq yaratdı. Dizayn ciddi şəkildə bir asıllıq yaratdı və artıq AI-yı ora süni intellekti ora əlavə eləməkdə başqa proqramların alışını, ən azından o DJI Terranın alışını daha çox çoxaltmaq məqsədini məncə daşıyır. Bundan əlavə də ilk çıxan dronlar yeni güncəlləmələrlə, sən də dedin ki, yeni güncəlləmələrlə əvvəlki kimi funksional deyil. Yəni əvvəlki kimi praktikdə funksional deyil. Bax bu səncə 300-də, Matrix 300-də bu problemin yaşanmağı hələ tez deyildi. Yəni bu nə qədər birdən-birə inkişaf mərhələsinə girdi ki, artıq biz burada köhnə dronlarda indi təzələrə nisbətən bu artıq 300 köhnədir. Bunda bu problem yaşanır. Yəni bu keçid həddindən artıq tez olmadı. Oldu. Telefonlar qədər çox sürətli oldu. İlk Matrix 300 çıxdı, 3 ildən sonra 350 çıxdı, 1 ildən sonra 400 çıxdı. 1 ildən sonra 400. Və 400-ün istifadə elədiyi avadanlıqları 300 istifadə edə bilməz. 300-də də olan kameranın üçün 350 istifadə edə bilməz. 350 istifadə elədiyi kameranın da 300 istifadə edə bilməz. Hissə-hissə bir sıradan çıxardılır. Bəli. Bu sadəcə bir satış belə deyim prinsipi. Və burada məsələn DJI başa düşürəm ki, sahədəkilərdən soruşmurdu problem hardadır. Mən araşdırmalarımda, DJI haqqında araşdırmalarımda belə bir şeye rastlamışdım ki, bunların gizli politikalarında bir problem çıxmışdı. Bu problemdən sonra düzdür çox yeniliklər gətirdi DJI. Amma yenə də sual var. Fikirləşən deyirsən ki, sən çəkdiyin, emal elədiyin məlumatlar və ya da çəkdiyin şəkillər hardasa, ya obliklə eləyirsən, ya orta foto uçuşları eləyirsən. Görən DJI o şəkillərə də sahib olur. Çünki loqlar avtomatik olaraq onda bazasında, datasında yığılmış olur. DJI Cloud deyilən bir sistemləri belə var. Bəli. DJI Cloud, yəni bütün hər şey orada yığılır və biz burada məsələnin etik tərəfi var. Yəni biz o pultu açıb o məlumatları işləməyə başlayanda biz nəyəsə orada razılıq vermirik də. Amma cloudda da yığılır. Sən deyən kimi cloudda da yığılır. Bax indi burada işin etik tərəfi necə tənzimlənməlidir? Yəni operator, yəni burada operatorun üzərində nəsə bir məsuliyyət düşə bilərmi? Xeyr. Çünki operator bəzi anlarda, məsələn, mən uzun bir yolluq bir yol getmişəm, rayonda işləyirəm. Əlimdəki hard diski deyək, adi bir şey, göndərə bilmirəm. Və mənim işlədiyim şirkət Bakıdadır. Bəzi proqramlar var ki, retransfer kimi. Onlar yəni bir yerə qədər. Bizim də ki, ən kiçik sahəmizin ölçüsü, yəni tutumu 100-200 GB. Yəni bu da bir yalandır. Yəni mən bunu göndərə bilmirəm, bəzi proqramlara göndərə bilmirəm, bəzi saytlara güvənmək yerinə ki, onlara pul yatırım edib, əlavə yer alıb, ora yükləmək yerinə. Yəni daha rahat olar ki, elə DJI Cloud-a yükləyib istifadə və yüklənməyə daha sürətli, daha yaxşıdır. Qaldı ki, bir operatorun üstünə düşən məsuliyyətdə, operator sadəcə işini görmək istəyir. Bunu orada belə deyim də heç nə maraqlandırmır ki, yəni o an olanda mən bunu çəkmişəm, əlimdəki məlumat getməlidir. Yəni bu iş çatdırılmalıdır. Yəni bu düşünüləsi bir şey deyil. Ona qalsa yəni dünyanın demək olar ki, bütün nöqtələrində, yəni mən yeni bir şəkil gördüm. Afrikada zirehli maşının üstündə, silahı olan zirehli maşının üstündə durub Matrix 350 uçurdurdu. Yəni işlərində paylaşmışdı. Yəni bu Afrikadaydı və Afrikadaydı. Yəni bu dünyanın hər bir yerində demək ki, bu dronlar, bu sistem işləyir. Çünki ən birincisi, niyə? Biz buna onsuz da bu drona güvənib başdan, o dronlara o yatırım eləyib, ölkəmizə gətirib, onlarla uçmağa başlamışıq. Bəli. Yəni necə effekt verəcək? Həm başqa variant yox idi həmin dövrlər üçün. Məsələn, Phantom seriyası çıxanda başqa variant yox idi. Yəni demək olar qısıtlı bir imkanlar var idi. Amma sadə idi. Öz qutusuna qoyurdun, çıxardırdın. Məsələn, ilk inkişaflarını orada biz baxanda görürük də, o praktikliyə qaçırlar, sadəliyə qaçırdılar.
Ondan sonra gördülər ki, qutuda problemlər yaşanır. Başladılar Mavic seriyalarında yığılan qanadlar, yığılan pərlər işə salmaq. İndi bir mövzuya toxunmaq istəyirəm ki, sahədə bizim işimizi səncə alətlə işləməkmi daha pratik eləyir, daha asan və sadə eləyir, yoxsa birbaşa peykə bağlanmaq? Yəni hansı problemləri görmüşük biz? Belə deyim. Biz o vaxt işləyəndə 2022-ci sonları, 2023-cü əvvəllər bu ərəfələrdə həm bizim ölkəmizdə yaxşı vəziyyət deyildi, o qədər rahatlıq deyildi, yox idi. Həm də ki, o qədər inkişaf eləməmişdi. Bizim aldığımız sistem, yəni bizim peyklərə bağlanan sistem o qədər inkişaf eləməmişdi. Onda necə idi? Bakının mərkəzində belə ani set getmələr baş verə bilirdi. Problemlər çox olurdu. Bu da uçuşa birbaşa təsir göstərir. Məsələn, video kamerada saniyələr getmək belə onun heç bir effekt verəməyir. Yəni 2 il əvvələ, çox getmirəm, 2 il əvvələ baxanda bu günlərin, yəni Şuşanın ən ucqar yerində belə o sistem çox rahat şəkildə işləyir. Yəni mənə görə birbaşa bağlanmaq daha yaxşıdır. Çünki bəzi səbəblər də var ki, məsələn, bir operatorun deyək ki, üstünə düşən vəzifələr var ki, uçmaqdan əlavə, uçuş eləməkdən əlavə onların emal prosesini eləməlidir. Normalda başa düşən bəzi yerlər var ki, təkdir, çox işlər olunur. İndi burada da onlara nəzərə almaq lazımdır ki, yəni bizim birbaşa bağlantımız yerinə GPS bağlantısı eləyib, uçub və onu sonradan o koordinatları açmaq, o koordinatları şəkillərin üzərinə gətirməkdə ki, böyük bir vaxt aparır. Ondan sonra əgər bu gün ölkəmizdə şərait yaradılırsa, yəni rahat olursa, o sistemi işlətmək yaxşıdır.